Dövlət qulluğu formatında kompüterin texniki təminatı, yəni aparat təminatı mövzusunu izah edirəm. Dövlət qulluğu formatı deyərkən burada BA və BB kateqoriyaları nəzərə alınır. Çünki AC kateqoriyasında əlavə olaraq nəsillər, kompüterdə EHM-in yaranma tarixinə əlavə olaraq düşür və AC-yə hazırlaşanlara mən ayrıca o hissəni göndərirəm. Yəni bu sırf BB və BA kateqoriyasını əhatə edir tam olaraq. Əlbəttə AC-yə də düşür, amma AC-yə daha geniş düşür. Davam eləyək dostlar. Dərsin reqlamenti nədən ibarətdir? Dərsin reqlamenti belədir. Birinci dərsdə biz danışacağıq 4 önəmli məqamdan. Kompüterin arxitekturası və quruluş prinsipləri, kompüterin əsas xarakteristikaları, fərdi kompüter anlayışı, fərdi kompüterlərin təsnifatı və fərdi kompüterlərin əsas tərkib hissələri. Gəlin birinci öyrənək. Kompüter nədir? Kompüter informasiyanı avtomatik emal etmək üçün nəzərdə tutulmuş elektron qurğular kompleksidir. Yəni birdən artıq qurğudan söhbət gedə bilər burada. Tərcümə olaraq hərfi tərcümədə kompüter hesablayıcı deməkdir. Elektron qurğular kompleksinin 3 əsas bölməsi var. Sistem bloku, monitor və klaviatura. Bundan əlavə olanlar əsas tərkib hissələri yox, əlavə tərkib hissələri sayılacaq. Biz ora bir də toxunacağıq. Hər bir müasir kompüter John von Neumann arxitekturası əsasında qurulur. John von Neumann Macar əsilli Amerikan alimi olub. O 1945-ci ildə özünün məşhur First Draft of the Report on the EDVAC adlı hesabatında bu gün də istifadə olunan kompüterlərin təməl arxitekturasını vermişdir. Biz ora birazdan baxacağıq. Hətta magistraturaya hazırlaşanlarınız varsa, onlar bilirlər. Hətta John von Neumann. Davam edək. Onlar sizə düşmür, ona görə mən onu salmamışam bura. Kompüterin əsas xarakteristikaları dövlət qulluğunda çox populyar bir bölmədir və dəfələrlə buradan qəbula sual düşüb. Düşərkən sual dostlar, çox vaxtı xarakteristikaların yalnız adları düşür. Lakin mən izahlarını da verirəm ki, həm siz onu kör-körənə əzbərləməyəsiniz, həm də bəzi hallarda görünüb ki, izahlardan da sual düşüb, təkcə başlıqlardan yox. Kompüterin işləmə sürəti nə deməkdir? Kompüterin işləmə sürəti prosesorun vahid zamanda yerinə yetirə bildiyi sadə əməliyyatların sayıdır. Nə qədər ki, bu əməliyyatların sayı çox olar, bir o qədər işləmə sürəti yüksək olur. Kompüterin işləmə sürəti bilavasitə kompüterin strukturundan və daha dəqiq desək, prosesorun takt tezliyindən asılıdır. Biz indi birazdan prosesor haqqında danışanda ora bir də toxunacağım sizin üçün. İkincisi, məhsuldarlıqdır. Məhsuldarlıq vahid zamanda emal olunan məsələlərin orta sayı ilə müəyyən olunur. Yəni, eyni zamanda aktiv olan birdən artıq proqram və eyni zamanda həll olunan birdən artıq məsələ zamanı, əgər kompüter donmursa və öz fəaliyyətinə normal davam edirsə, deməli o məhsuldardır. Kompüterin məhsuldarlığı 4 əsas deməyək, 4 faktordan asılıdır. Bunlardan ikisi əsasdır. Əsas olanları sarı rənglə fərqləndirmişəm. Məhsuldarlıq prosesorun takt tezliyindən və əməli yaddaşdan, yəni RAM-dan asılıdır. Əlavə olaraq xarici yaddaşın və video yaddaşın həcmi də bura öz təsirini göstərir. Amma ikisi əsasdır. Takt tezliyi və əməli yaddaş. Üçüncüsü hesablama dəqiqliyidir. Hesablama dəqiqliyi informasiya emal olunarkən istifadə olunan ədədlərin mərtəbələrinin sayı ilə təyin olunur. Məlumatı olanlar varsa bilir. 32 və 64 bitlik prosesorlar, yəni 32 və 64 bitlik hesablama dəqiqliyi əsas növlərdir. 32 bit üçün 7 onluq ədəd əsasdır, yəni əsasən 7-lik rəqəmlərlə işləyə bilir, 7-dən 7 rəqəm uzunluğunda deyək. Amma 64 bitlik prosesor isə 17 onluq ədədlə işləyə bilir eyni zamanda. Burada əsas diqqət edəcəyimiz məqam nədir? Kompüterin əsas xarakteristikalarından biri hesablama dəqiqliyidir və onun tərifi informasiyanın emalı zamanı istifadə olunan ədədlərin mərtəbələrinin sayıdır. Yəni ədədin uzunluğudur əsasən. Dördüncü xarakteristika yaddaşın tutumudur. Bu əslində özündə izahını gizlədən bir termindir. Belə deyək, bölümdür. Yaddaşın tutumu nə ola bilər? Yaddaşda saxlana biləcək informasiyanın maksimal həddi. Megabaytlarla, gigabaytlarla, terabaytlarla müəyyən olur. Əmrlər sistemi isə kompüterin prosesorunun yerinə yetirə bildiyi əmrlər toplusudur. Niyə belə bir xarakteristikaya zərurət var? Kompüterlər təkcə bizim evdə istifadə etdiyimiz universal kompüterlərlə məhdudlaşmır.
Var sırf müəyyən iş üçün nəzərdə tutulan kompüterlər, tibb də istifadə olunur, elmi müəyyən hissələrində və yaxud hərbi sənayedə. Bu kompüterlərin hərəsinin özünə məxsus əmrlər sistemi var. Hərəsi müəyyən əmrləri başa düşə bilir. Ona görə əmrlər sistemi də bir xarakteristikadır. Növbəti kompüterin qiymətidir, hansı ki qiymət yuxarıdakı xarakteristikalarla bilavasitə bağlıdır. Yəni işləmə sürətinin, məhsuldarlığın, hesablama dəqiqliyinin, yaddaş tutumunun yüksək olması kompüterin qiymətinin də artımına təsir göstərir. Sonuncu xarakteristika kompüterin iş etibarlılığıdır. Bu, kompüterin dayanmadan işləmə ehtimalı, nasazlıqların aşkarlanması və aradan qaldırılması və bir sözlə kompüterin öz işini bərpa etməsinə sərf olunan vaxtdır. Biraz sadələşdirirəm sizin üçün cümləni. Yəni, əgər kompüter donubsa, yəni müəyyən bir böyük əməliyyatı həyata keçirəndə müəyyən zaman öz fəaliyyətini dayandırıbsa, o nə qədər sürətli özünü bərpa edə bilirsə, onun işi bir o qədər etibarlıdır. Yaxud tərif. Müəyyən şərtlər daxilində və müəyyən vaxt ərzində kompüterin öz xassələrini saxlamağa qabiliyyətidir. Yəni bir lap belə xırdalığa getsək, kompüterin özünü vəziyyətdən nə qədər tez çıxarda bilməsinə deyilir onun işi etibarlı. Davam edirik. Dediyim kimi %90, %80 hallarda kompüterin əsas xarakteristikalarını yalnız qırmızı ilə işarələdiyim əsasların adlarını soruşurlar. Amma görsənən hallar ki var, 10-15%, onlarda izahlarda bilmək lazımdır. Növbəti John von Neumann arxitekturasıdır. John von Neumann arxitekturalı kompüter mərkəzi və periferiya hissəsindən ibarətdir. Mərkəzi hissə mikroprosessor və daxili yaddaş qurğularından, periferiya hissəsi isə öz belə deyək növbəsində xarici yaddaş qurğuları, daxil etmə, xaric etmə qurğuları və idarə etmə pultundan ibarətdir. Deyəsən kiçik bir balaca internet getdi gəldi, kimsə mənə desən zəng vururdu. Ona görə qaydasına qoyduq. İndi bununla bağlı sizə necə bir suallar düşə bilər dostlar? Sual düşə bilər ki, hansı qurğunun olması kompüter üçün vacibdir? Yəni hansı qurğunun olmaması kompüterin işləməsə problem yaradar, kompüter işləməz. Yadda saxlayın ki, mərkəzi hissədə olan bölmələr, yəni mikroprosessor və daxili yaddaş qurğuları olmasa, kompüter işləməz. Lakin periferiya hissəsi sonradan quraşdırılmış və sistemin iş imkanlarını artırandır. Ki biz periferiya hissəsindən gələndə geniş anlamda danışacağıq. Bəs bu hissəni biri-biri ilə nə əlaqələndirir? Sistem işini yaxud sistem interfeysi adlandıra bilərik. Bunlar bir-birinə çox yaxın qavramlardır. Mərkəzi və periferiya hissəsini qarşılıqlı əlaqələndirən, yəni kompüterin qurğularının qarşılıqlı əlaqəsini təmin edən, informasiya mübadiləsini təmin edən bir interfeysdir. Sistem işini isə sırf kabellərdir. İndi biz mərkəzi hissədən və daha dəqiq desəm mikroprosessordan başlayacağıq. Görürsünüz, onun altında İQ, HMQ yazıb. İQ nədir, HMQ nədir və ümumiyyətlə mikroprosessor nədir? İlk öncə bildirmək istəyirəm ki, mikroprosessorun çox qısa bir abreviaturası var, çox tez-tez qarşınıza çıxacaq. Central Processing Unit, CPU. Fərdi kompüterin dırnaqarası düşünən beynidir, ana plata üzərində yerləşir və informasiya emal olunur burada. Mikroprosessor informasiyanı emal edən qurğudur. Mikroprosessorun içərisində registr oyuqları mövcuddur. Hansı ki, bu oyuqlarda registr yaddaş yerləşir və informasiya bu yaddaşda sıfırlar və birlər şəklində emal olunur. Yəni, günün birində sual qarşınıza çıxsa ki, informasiya hansı yaddaşda emal olunur, o sualın cavabı registr yaddaşdır və daha geniş anlamda mikroprosessor. Yəni, nə emal edir desələr mikroprosessor, amma hansı yaddaşda emal edilir, deyərsən registr yaddaşdır. Registr yaddaş kompüterin ən sürətli və həcmcə ən kiçik yaddaşıdır. Burada informasiya sıfırlar və birlər şəklində emal olunur. Bunların hər biri qızla bərabər cümlələrdir, hər biri qəbulda müəyyən sualın cavabıdır. İndi sizə biraz məsələni aydınlaşdırmaq istəyirəm. Proqramlar passiv olanda hansı yaddaşda olur? Xarici yaddaşda. Bu ola bilər sərt maqnit disk olsun, yəni Winchester, yaxud SSD disk olsun. Misal üçün biz istəyirik ki, Excel proqramını
açaq və üzərində işləyək. Emal eləyək informasiyanı, emal eləyək. Bu zaman Excel proqramının üzərində mausun sol düyməsini 2 dəfə sıxırıq. Yaxud başqa bir üsulla onu açırıq. Açılan proqram xarici yaddaşdan, əvvəlcə xarici yaddaşda olur. Əməli yaddaşa keçir. Yəni biz onu real həyatda harasını görürük? Hə, Excel açıldı. Bu belə deyil. Excel bəli açılır, lakin elmi anlamda belə deyəcəyik. Proqram passiv olanda xarici yaddaşda, aktiv olanda isə əməli yaddaşda, yəni RAM-dadır. Yəni hal-hazırda aktiv proqram RAM-dadır, yəni əməli yaddaşdadır. İndi bu yaddaşda olan informasiyanı mikroprosesor emal eləməlidir. Nə vasitəsilə emal eləməlidir? Bayaqki şəklə qayıdaq. Onun içərisində iki komponent var idi. İQ və HMQ, yəni idarəetmə qurğusu və hesab məntiq qurğusu. Proses necə gedir? İdarəetmə qurğusu əməli yaddaşda olan informasiyanı hesab məntiq qurğusu ilə əlaqələndirir və hesab məntiq qurğusu da verilənləri emal edir. Yəni işi görən əslində hesab məntiq qurğusudur, lakin bütün bu prosesə nəzarət edən idarəetmə qurğusudur. Qəbulların birində demişdi ki, aşağıdakı fikirlərdən hansı düzdür? Bu fikirlərdən biri də belə idi. Hesab məntiq qurğusu idarəetmə qurğusunun nəzarəti altında işləyir. Tamamilə düzgün bir ifadə. Bu idarəetmə qurğusu və hesab məntiq qurğusu mikroprosesorun tərkibi və proses necə gedir artıq sizə anlatdım. Davam edirik. Bütün bu emal prosesində mikroprosesorda istiliyin artması ola bilər. Əgər istilik normadan artıq olarsa, o əvvəlcə başlayacaq mikroprosesorun performansını aşağı salmağa və ya əgər həddən artıq çox olarsa, daimi fiziki zədə səbəb ola bilər. Yəni onu qızıb partlamasına gətirib çıxara bilər. Bu cooler adlandırdığımız fan, buna fan da deyirlər. Yəni sərinləşdirici mikrosxema mikroprosesorun soyuducusu rolunu oynayır və əsas məqsədi istiliyi mikroprosesordan uzaqlaşdırmaq və onu ətraf mühitə yaymaqdır. Növbəti riyazi SOP prosesordur. Prosesor ilk dəfə 1970-ci illərdə istehsal olunub və o dövrlərdə hesablama əsasən kiçik həcmli ədədlər üzərində və tam ədədlər üzərində aparılırdı. Sonrakı illərdə böyük həcmli, mürəkkəb hesablamalar və sürüşkən nöqtəli əməliyyatlar aparmağa ehtiyac duyuldu. Sürüşkən nöqtəli əməliyyatlar belə deyək də kəsr ədədlər üzərində əməliyyatlardır. Misal üçün 5 tam tutaq ki, milyonda 999 bu tipli böyük tipli ədədlər üzərində işləyəndə, hesablama aparanda buna deyirlər sürüşkən nöqtəli əməliyyatlar. Və o dövrlərdə, yəni ona artıq ehtiyac duyulanda prosesor yetərsiz idi, yəni mikroprosesor bu prosesi optimallaşdıra bilmirdi və ona görə də riyazi soprosesor ortalığa çıxdı ki, köməkçi prosesordur və ən mürəkkəb riyazi hesablamalar və o cümlədən sürüşkən nöqtəli əməliyyatları aparır. Davam edək. İndi biz mikroprosesorun xarakteristikalarından danışırıq, hansı ki, bayaq kompüterin xarakteristikalarını danışmışdıq. Mikroprosesorun əsas xarakteristikalarının birincisi takt tezliyidir. Bu, bir növ kompüterin işləmə sürətinə oxşuyur. Bir saniyədə yerinə yetirilən sadə əməliyyatların sayıdır. Sadəcə fərq ondan ibarətdir ki, tezlik fiziki kəmiyyət olduğu üçün burada ölçü vahidi var, megahertz və yaxud gigahertzlərlə ölçülür və prosesorun adından sonra yazılır. Fikirversiniz, Intel Core i3 2.1 GHz. Bu, bir saniyədə 2 milyondan çox sadə əməliyyat deməkdir. Kifayət qədər böyük ədəd. Dərəcəlilik və yaxud mərtəbəlilik ədəbiyyatlarda bəzən deyirlər mikroprosesorun tərtibi. Bu da düzdür. Eyni vaxtda emal olunan informasiya bitlərinin sayıdır. Bu da kompüterin hesablama dəqiqliyinə oxşayır. Misal üçün, proqramlar endirəndə internetdən bizdən soruşurlar. Deyirsən, bunun X32 versiyasını endirmək istəyirsən, yoxsa X64 versiyasını. Bax, bu həmin o mərtəbəlilikdir ki, sənin prosesorun neçə mərtəbəli prosesordur. 32 bitli və yaxud 64 bitli ola bilər. İşçi gərginliyi mikroprosesorun istilik ayrılmalarını tənzimləyir. Yəni, həm mikroprosesorun öz üzərindəki istiliyin paylanması, həm də istiliyin nə qədər qəbulu və yaxud da getməsi, yəni ondan ayrılması işçi gərginliyi iləndir. Videonu izləyərkən bu cümləni mütləq qeyd eləyin. Mikroprosesoru işçi gərginliyi ilə nə təmin edir? Belə bir ifadə var. Qəbulda düşə biləcək suallardan da cavab ana plata təmin edir. Birazdan ana plata haqqında danışarıq. Takt tezliyinin daxili çoxaltma əmsalı bu takt impulsları generatorudur.
elektrik impulsları əgər ani bir saniyədə az gələrsə, o elektrik impulslarını generasiya edir və müəyyən olunmuş həddə qədər özündən impuls yaradıb elektrik enerjisini normallaşdırıb mikroprosesorla əlaqələndirə bilər. Yəni bir növ bu mikroprosesorun stabilizatoru rolunu oynayır deyə bilərik. Növbəti daxili keş yaddaşın tutumudur. Bunun haqqında gələn dərs danışılacaq. Lakin məlumat üçün deyim ki, daxili keş yaddaşın tutumu mikroprosesorla əməli yaddaş, yəni RAM arasında əlaqəni sürətləndirmək və beləliklə informasiyanın emalı prosesini sürətləndirmək üçündür. Əmrlər toplusu. Bayaq da biz əmrlər sistemindən danışmışdıq. Aşağı-yuxarı eyni anlayışlardır. Əmrlər toplusu kompüterin prosesorunun hansı əmrləri yerinə yetirə bildiyini, həmin əmrdəki operandların və əmrin formatını təyin edir. İki cür əmrlər toplusu var. Xüsusi diqqətinizi burada çəkmək istəyirəm. Testlərdə qarşınıza çıxacaq. Disk deyə bilərsən, complex instruction set computer və RISC reduced instruction set computer. Disk o arxitekturadır ki, bu arxitekturalı kompüterlər bir çox müxtəlif əməliyyatları həyata keçirə bilirlər. Yəni ona lazım olar riyazi yönümlü proqramlar yükləyib riyaziyyatla məşğul olarsan və yaxud da fizika və yaxud elmdən əlavə tibbi məqsədlər üçün istifadə edə, nə üçün istifadə edə bilərsən. Amma risk sırf ixtisaslaşdırılmış əməliyyatları yerinə yetirmək üçündür. Məsəl üçün, əgər kompüter sırf tibbi məqsədlər üçün nəzərdə tutulubsa, o risk arxitekturasından işləyir və ancaq özünə mənimsədilmiş əmrləri başa düşür. Bütün əmrləri yox. Deməli, risklə diskin fərqi nə oldu? Risk genişləndirilmiş əmrlər sistemidir. Müxtəlif məqsədlər üçün istifadə oluna bilər. Disk azaldılmış əmrlər sistemidir və bu tipli prosesorlar yalnız müəyyən, məhdud sahədə istifadə oluna bilər. Davam edirik. Burada fərdi kompüterlərin növləri var. Dövlət qulluğu üçün o qədər də önəmli deyil bunların siyahısını tam olaraq bilmək. Lakin yenə məlumat üçün sizə deyirəm, fərdi kompüterlərin 8 növü var. Yəni sən fərdi kompüter deyəndə ancaq evdəki personal kompüteri nəzərdə tutma. Cib kompüterləri, yəni bizim o cib telefonları vardı, əl telefonları, onların əcdadı idi. 93-cü ildə ilk dəfə istehsal olunub. Ondan sonra kommunikator, smartfon, planşet, notebook, subnotebook, barebone və stolüstü kompüterlər də bütövlükdə fərdi kompüterlərin növlərinə aiddir. Dediyim kimi, bu səhifə dövlət qulluğu üçün o qədər də böyük əhəmiyyət kəsb eləmir, sadəcə ümumi məlumat üçün qeyd eləmişəm. İndi biz gəlirik fərdi kompüterin əsas tərkib hissələrinə. İndi demək mən sizə kiçik bir məlumat verim. Demək biz 12-ci səhifədəyik. Hardasa bir 19-cu səhifədə birinci bura qədər öyrəndiklərimizi sual-cavab edəcəyik. Mən videonu müvəqqəti olaraq dayandıracağam. Maksimum diqqətli olun. Fərdi kompüterin 3 əsas tərkib hissəsi var. Bura sistem bloku, monitor və klaviatura aiddir. Gördüyünüz kimi mouse burada yoxdur, çünki mouse əsas tərkib hissəsi deyil. Davam edirik elə ilk öncə sistem bloku ilə. Sistem bloku nədir? Sistem bloku kompüterdə olan önəmli qurğuları, yəni kompüterdə istifadə olunan texniki qurğuların əsas birləşmə qovşağıdır və onları xarici təsirlərdən qorumaq üçündür. Sistem blokuna 3 fərqli rakursdan yanaşa bilərik. Gəlin birinci rakursdan baxaq. Birinci rakurs ön tərəfdən baxışdır və burada biz nə görürük? CD və DVD disk sürücüləri, USB və digər önəmli portlar, Start button, yəni işi sona çatdırma və kompüteri işə salma düyməsi, Restart button, yəni bu perezagruska dediyimiz yenidən başlatma düyməsi və işıq indikatorları, hansı ki burada birdən çox indikator ola bilər. O işıqlar bizə kompüterin içərisində vəziyyətin nə yerdə olduğunu göstərir. Əgər burada yaşıl işıq yanmırsa, deməli problem var. Onu tapmaq lazımdır. İkinci, arxa tərəfdən bu rakursdan baxırıq. Burada nə görürük? Burada portların ən önəmli siyahısı hamısı buradadır. Biz buna ayrıca baxacağıq birazdan. Qida blokudur, elektrik enerjisini aldığı bölmə və qalanın da gəlin sistem blokunun elə içindən danışaq. Sistem blokunun içərisindən baxanda, yəni gördüyünüz kimi artıq mən onun en kəsiyini sizə göstərirəm. Burada bax bu gördüyünüz yaşıl platforma var. Hansı ki bu yaşıl platforma ana plata sayılır. Ayrıca növbəti slayda danışacağam. Demək olar ki, qurğuların böyük əksəriyyəti burada yerləşir.
Lakin sistem blokunun içində olmasına baxmayaraq ana plata üzərində yerləşməyən qurğular da var. Bunlar hansılardır? Qida bloku, gördüyünüz kimi, disk sürücüləri, yəni CD və DVD disklərin oxuducuları və sərt maqnit disk. Bu üç komponent sistem blokunun içində olsa da ana plata üzərində yerləşmir. İndi gəlin sistem blokunun içində olan birinci komponentdən, yəni qida blokundan danışaq. Qida bloku töldən aldığı dəyişən cərəyanı sabit cərəyana çevirir, özündən çıxan kabellər vasitəsilə kompüterin müxtəlif qurğuları ilə əlaqə saxlayır və Vaxtlarınız onları xeyir. gərginliklə mütəmadi olaraq qidalandırır. Hər vaxtınız xeyir olsun. Bu qida blokudur. Xüsusi metal konstruksiya ilə qorunur və ana platadan ayrıdır. Biraz bundan qabaq sizə dedim. İndi isə gəlin ana plata haqqında danışaq. Ana plata haqqında çoxlu suallar düşür və qəbulların populyar suallarından biridir bu. Ana plata üzərində yerləşən qurğular. Ana plata fiziki bir platformadır, hansı ki, fərdi kompüterin qovşaq hissələrini bir-biri ilə əlaqələndirir. Burada daxili qurğuları qoşmaq üçün slotlar, yəni yuvalar, xarici qurğuları qoşmaq üçün portlar və qurğuların yerləşməsi üçün müəyyən yerlər təyin olunur. Gəlin indi ana plata üzərində hansı qurğular yerləşir və onlar harada yerləşir, onlara baxaq. Birinci nömrə ilə işarələdiyim mikroprosesorun yuvasıdır. Mikroprosesor burada yerləşir, deməli ana plata üzərində. 2. Əməli yaddaş DDR slotu burada yerləşir. 3. EGP slotu video kartı qoşmaq üçündür. Yəni ekran kartı. 4. ROM. Gəlin də sizə deyəcəm ROM nədir? Daxili və daimi yaddaşdır. Amma yerini bilin ki, burada yerləşir. 5. 5 fərqli qurğu, daha doğrusu 4 fərqli qurğu. Şəbəkə kartı, səs kartı, TV tuner və daxili modem. Bunların hər biri haqqında dərsin sonuna yaxın hər birinə bir slayd həsr eləmişəm. Slayd vərəqi. Bunlar ana plata üstündə. Təkrar edirəm. Şəbəkə kartı, səs kartı, TV tuner və daxili modem. KMOS bateriyası. Bu da vaxt tarixi yadda saxlamaq üçün bir bateriya. 7 və 8 şimal və cənub körpüləri. Ana plata üzərində qurğular arasında sürətli əlaqəni təmin edən xüsusi chipsetlərdir. Onlar da ana plata üzərində yerləşir. 9 nömrə portlar, xarici qurğuları qoşmaq üçün yuvalar. 10 nömrə bayaq dediyimiz daxili stabilizator, yəni takt impulsları generator. Bundan əlavə sayğac deyilən bir qurğu da ana plata üzərində yerləşir. O, kompüter resursları vasitəsilə vaxt ləngiməsi və ölçünü təmin edən vasitədir. Yəni əgər biz hal-hazırda kompüterin içərisindən daxil olub task manager deyilən yer var. Göstərəcəm zamanı gələndə. Əməli yaddaşın və digər qurğuların işləmə sürətini görə biliriksə, bu sayğac sayəsindədir. Ana plata üzərində yerləşir və vaxt ləngiməsini, vaxtın ölçülməsi bunun üçündür. Burada qeyd olunmayan keş yaddaş, kontroller kimi qurğular da ana plata üzərində yerləşir. İndi ana plata üzərində daxili qurğuları qoşmaq üçün xüsusi yuvalar var. Bayaq da dediyim kimi. Bunlara deyirlər slotlar. Hansı slotlar? Hansı qurğuları qoşmaq üçün? Birinci slotumuz DDR slotudur. Bu slot RAM, yəni əməli yaddaşı qoşmaq üçün. İkinci EGP slotudur, video kart üçündür. Üçüncü slotumuz IDE slotudur. Bəzən ona ATA və yaxud SATA slotları deyilir. Hard disk və SSD diski əlaqələndirmək üçün. Növbəti PCI slotudur. Bayaq da dediyim kimi şəbəkə kartı, səs kartı, TV tuner və daxili modemi qoşur. Sonuncusu isə CPU soket, yəni mikroprosesorun öz yuvası. Və biz artıq yaxınlaşırıq yavaş-yavaş birinci sual-cavaba. 3 səhifəmiz qaldı. Portlar. Slotlardan fərqli olaraq xarici qurğuların kompüterlə əlaqəsini təmin etmək üçün nəzərdə tutulmuş yuvalardır. Portlar. Portlar işləmə sürətinə görə iki yerə bölünür. Ardıcıl və paralel portlar. Bunlar istehsal zamanı ardıcıl paralelin əsas fərqi nədən ibarətdir? O yerləşmə məsələsidir də. Məlumatı necə ötürür və içərisində o mikrosxem necə yerləşib? Ardıcıl və ya paralel. Nisbətən yüksək sürət tələb edən printer və skaner paralel porta qoşulur. Burada informasiya baytlarla ötürülür. Ardıcıl portlara isə nisbətən aşağı sürət tələb edən mouse, klaviatura, modem kimi qurğuları qoşa bilir. Nisbətən paralelə görə sürəti aşağıdır.
Ən sürətli port isə heç şübhəsiz ki, Universal Serial Base, yəni USB portudur. Gəlin növbəti səhifədə də portlarla tanış olaq. Hansı portlar var? Birinci portumuz PC2 portudur. Hansı ki bu port 2000-ci illərdə çox istifadə olunurdu. Mouse və klaviaturanı qoşmaq üçün idi. Bu gün istifadə olunmamasının əsas səbəbi zəif sürətli olmasıdır. İkinci portumuz VGA portudur. Buna D-Sub da demək olar. Bu port monitor və proyektoru qoşmaq üçündür. Lakin siqnalları analoq şəkildə ötürür, yəni rəqəmsallaşdıra bilmir, sıfırlar birlər formasına gətirə bilmir və yalnız görüntünü ötürür. Səs informasiyasını ötürə bilmir. Demək olar ki, DVI portu da bundan eyni funksiyadadır. O da monitor proyektoru qoşur və yalnız görüntünü ötürür. Fərq ondan ibarətdir ki, bu digital video inteqratordur, yəni siqnalları rəqəmsal şəkildə ötürür. Hətta bunun bir neçə növü də var, indi lazımdır. HDMI portu. HDMI portu digər monitor və proyektoru qoşan portlardan fərqli olaraq həm də səsi ötürə bilir görüntünün yanında. Özü sürətli portdur, kifayət qədər. USB portu. USB portu universal portdur, 127-yə qədər fərqli qurğunu qoşa bilər və USB portu ilə eyni zamanda eyni bir portla birdən çox qurğunu perixodnik dediyimiz qurğu var. Ona deyəcəyik biz birazdan adapter. Eyni zamanda birdən çox qurğunu eyni bir USB ilə qoşarsansa, o qurğuları sürət sırasına görə qoşur. Yəni hansı qurğu daha çox sürət tələb eləyirsə, o eyni zamanda onu qoşur. Birinci onu qabağa salır da bir növbə. S-video portu. SRT. SRT hansı monitordur? Mən sizə göstərim. Bu nostalji hisslər yaşadacaq. Siz bu SRT monitorun nə olduğunu bilirsiniz. Sol yuxarı küncdə gördüyünüz monitor. Haman bu elektron şua borulu monitorları yəni belə deyək, monitorları kompüterin monitoruna, kompüterin prosesoruna qoşan qurğu idi. Günümüzdə yenə istifadə olunmur. Qədim portlardan biridir. Növbəti portumuz LAN portudur. LAN Local Area Network deməkdir. Hansı ki bu port həm bizi lokal, həm də qlobal şəbəkəyə qoşmağa şərait yaradır. Bəs bu EJ45 nədir burada? Bu başlığın adıdır. Əsas portumuz LAN portu. Audio portlar, AUX da deyə bilirsən, mikrofon, qulaqlıq və səs ucaldan üçün. IEE 1394 bu portun adı deyil, portun kontrollerinin adıdır, yəni idarə edicisinin adıdır. Portun adı belədir, Firewire. Bu port rəqəmsal kameraları qoşur. Hansı rəqəmsal kameralar var? Biraz bahalı fotoaparatlar, video kameralar var, Canonun, Nikonun. Sırf onlar rəqəmsal kameralar sayılır. Onları qoşmaq üçündür. Zamanında USB portuna rəqib olaraq yaradılmışdır. COM portu yenə də köhnə portdur. Sadəcə bizim üçün öyrənməyə biraz əlverişlidir. Tələbələr bunu bu üsulla istifadə edirlər. Deyirlər ki, müəllim, COM-da buradakı K hərfi bizi klaviaturaya aparır, M da mouse-la modemə aparır. Yaxşı bir bənzətmədir, siz də istifadə edə bilərsiniz. Günümüzdə istifadə olunmayan mouse, modem və klaviaturanı qoşan zəif bir port idi. Bugünkü standartlara görə zəif. Sonuncu portumuz LPT-dir. Line Printer Thermal deməkdir. Həm printer, həm də skaneri qoşmaq üçündür və paralel portdur. Sizə sual versələr hansı paralel port tanıyırsan, deyəcəksən LPT portu. Belə, bu bizim dərsin birinci hissəsi idi. İndi biz bununla bağlı müəyyən bir sual cavab edəcəyik. Sonra qaldığımız yerdən davam edəcəyik. Növbəti səhifədə biz qurğuların adapterlərini görürük. Adapter deyəndə belə bir xüsusi tərif yadda saxlayın. Adapter klaviaturların, disklərin və digər qurğuların siqnalların keçidini təmin eləyir. Yəni bir tezlikdən digər tezliyə. Və fikir versiniz, burada kompüterin adapteri göstərilib. Yenə də bura gələn kabel və buradan çıxan kabel fərqlidir, ucluqlar fərqlidir. Eyni zamanda bizim el arasında perixodnik dediyimiz bax bu çevirici ki var. HDMI-dan VGA-ya, VGA-dan Type-C-yə və s. Bunların hamısı adapterlər sayılır. Tərif olaraq nədir? Siqnalların keçidini təmin edir ifadəsi bizə deyəcək ki, bu qurğuların adapteri. Gəlin video alt sistemdən danışaq. Bax, bu çox önəmli bir detaldır. Video alt sistem informasiyanı vizual şəkildə biz ekranda görürük monitorda. Bəs o görüntü necə əmələ gəlir? Hansı qurğu və proqramlar buna şərait yaradır? Bunlar video alt sistem adlanır. Video alt sistem 3 fərqli bölmədən ibarətdir. Bura aiddir video adapter, video driver və monitor. Nədir bəs bunların fərqi və hansının funksiyası nədir?
Video adapter yaxud da ekran kartı dediyimiz o qurğu görüntünü emal etmək funksiyasını həyata keçirir. Emal olunmuş görüntünü isə monitor göstərir, yəni vizual olaraq əks etdirir. Bəs video driver nə üçündür? Video driver proqram təminatı ilə video kartı, yəni ekran kartını əlaqələndirən proqramdır. Davam edək. İndi biz video adapter haqqında biraz danışmalıyıq. Video adapter nədir? Ya da video kart yaxud ekran kartı. Ana plata üzərində EGP slotu ilə qoşulur və əsas işi qrafik məlumatları emal edib monitora ötürmək və monitor da sonra onu göstərir. Videokartın tərkib hissələri əslində qalsa çoxdur, lakin sizə lazım olan 2 əsas tərkib hissəsi var. Lap deyək 3 əsas tərkib hissəsi var. Nədir? Birincisi GPU-dur. Gördüyünüz kimi bu GPU Graphics Processing Unit deməkdir. Yəni görüntü burada emal olunur. Emal olunmuş görüntü rəqəmsal formada RAM dediyimiz video yaddaşının içərisində saxlanılır. Video yaddaş həmin bu rəqəmsal informasiyanı müvəqqəti üstündə saxlayır. Sonra içəridə RAM-dak deyilən mikrosxema var. Həmin o rəqəmsal informasiyanı RAM-daka ötürür. RAM-dak da o görüntünü analoqa çevirir və ekranda çıxarılmasını təmin edir, ekranda çıxarılmasına şərait yaradır. Aydındır. Əsasən sizə sual düşəcək ki, video adapter harada yerləşir? Deyəcəksən, ana plata üzərində yerləşir. Video adapter nə işə yarayır və ana plataya hansı slotla qoşulur? Əsas bu ifadələri bilməklə siz cavabı götürəcəksiniz. Amma yenə də mən biraz geniş danışdım ki, məlumatlı olasınız. Bundan əlavə istilik tənzimləyicisi və portlar da var ki, necə ki mikroprosesorun sərinləşməyə ehtiyacı var, eləcə də mikroprosesordan əlavə video adapterində buna ehtiyacı var. Bir də portlar əlbəttə ki, xarici qurğularla əlaqə qurmaq üçün. Növbəti qurğumuz səs kartıdır, yaxud səs platası. Bu qurğunun təyinatı, yəni bunun içərisində heç bir yaddaş qurğusu yoxdur. Təyinatı nədən ibarətdir? Fiziki mühitdə olan səsləri kompüterə daxil etmək və yaxud da kompüterin içərisində olan səsləri fiziki mühitə yaymaq. Bunun üçün də o müvafiq olaraq mikrofondan və səs gücləndiriciden istifadə eləyir. Və içərisində heç bir yaddaş qurğusu yoxdur. Əsas işi nədir? Səs çevrilmələrini işləməkdir. Və ana plata üzərində həm PCI slotuna qoşula bilər, həm də elə ana plataya birbaşa birləşdirilə bilər ki, buna deyirlər on-board, yəni ana plata üzərində texnologiyası. Növbəti qurğumuz şəbəkə kartı, şəbəkə adapteri, interfeys platası, şəbəkə platası, belə ifadələr görə bilərsiniz. Şəbəkə adapteri və yaxud şəbəkə interfeysi deməli nəzərdə tutulub nə üçün? İstifadəçini, yəni bizim kompüterimiz vasitəsilə bizi, yaxud elə kompüterin özünü istər lokal, istərsə də qlobal şəbəkəyə qoşmaq və orada informasiya mübadiləsi aparmasına şərait yaradır. Yəni bu həm bizi lokal və qlobal şəbəkəyə qoşulmamıza şərait yaradır, həm də məlumat göndərmək və məlumat qəbul etməyimizə şərait yaradır. Eyni zamanda ana plata üzərində hansı slota qoşulur? PCI slotuna qoşulur. Şinlərdən danışaq. Şinlər mikroprosesorla digər qurğular, yəni yaddaş qurğuları ola bilər, xarici yaddaş qurğuları, daxili yaddaş qurğuları, xarici qurğular, daxili qurğular arasında əmr siqnallarını ötürən naqillər yığınıdır. Hətta bu rus dilindən bizim dilimizə keçən bir söz var, şunur. Tələbələr bu şini şunur sözünə yadda saxlayır, çünki o naqillər yığınıdır o formada. Bir qəbul sualı ilə sizi tanış edirəm. Əsas sistem şinləri hansılardır? ESA, EESA və PCI. Bunların nə işə yaramağı sizin üçün maraqlı olmamalıdır. Əsasən testdə sual belə düşüb. Əsas sistem şinlərini seçin. Adları mütləq əzbər bilmək lazım. Chipsetlər nədir? Chipset ana plata üzərində yerləşməklə kompüterin daxili qurğularının işini idarə edir və ana platanın bütün funksional imkanlarını təyin edən mikrosxemlərdir. Yəni bir növ o daxili qurğular arasında sürətli informasiya axınını təmin edir. Çox güc tələb edən qurğular, yəni əməli yaddaş, yəni RAM, mikroprosesor və video kart şimal chipsetinə qoşulur. Cənub chipsetinə qoşulan qurğuları bilsəniz də olar, bilməsəniz də olar. Əsas nədir? Chipset harda yerləşir? Bil. Chipset nədir? Bir və şimal chipsetinə nələr qoşulur? Bil. Cənubu bilməsəniz də problem yox. Çünki şimalı biləndən sonra çıxdaşdan cənubu çıxartmaq olur. Əsas chipsetə nə işə yaradığını bilmək lazım. Monitor və klaviatura. Demək olar ki, bitirmək üzrəyik dostlar. Monitor nədir?
Monitor kompüterə daxil edilən və yaxud kompüterin özündən alınan istər mətn, istərsə də qrafik informasiyanı əks etdirən, göstərən bir qurğudur. Aktiv və passiv matrisli növləri var ki, müasir hamısı aktiv matrislidir, görüntünün keyfiyyəti yüksəkdir. Passiv matrislər isə əsasən elektrik enerjisinə əsaslanırdı, görüntü və işıq azalan kimi görüntünün keyfiyyəti azalırdı. Yəqin ki, uşaqlıqda yadınızdadır o. Passiv matrisli monitorlarda görüntünün keyfiyyəti, kadrların yerlənmə tezliyi və digər e, parametrlər hamısı aşağıdır. Portlara baxırıq. Hansı portlara qoşulurdu? VGA DVI yalnız görüntü üçün, HDMI həm görüntü. İndi monitorun əsas keyfiyyət göstəriciləri. Birinci diaqonalın ölçüsüdür. Bir küncündən digər küncünə qədər məsafə. Diaqonalın ölçüsü düyümlə ölçülür. Bir düyüm 2,54 sm-dir. Mən burada biraz daha geniş danışmışam, çünki magistrlar üçün keçirəm. Ekran pikselinin qiyməti. Ekran pikselinin qiyməti eni və uzunluğu bir düyüm olan sahəyə, yəni 2,54-ün 3,54-ə olan sahəyə düşən piksellərin sayı ilə müəyyən olunur. Piksel özü nə deməkdir? Ekrandakı görüntünü əmələ gətirən, formalaşdıran düzbucaqlılardır. Bir düyüm sahəyə nə qədər piksel düşürsə, ona deyirlər bir növ pixel per inch, yəni ekran pikselinin qiyməti. Növbəti keyfiyyət göstəricimiz monitorun əks etdirmə qabiliyyətidir. Bu, monitorun göstərmə keyfiyyətidir. Yəni, ekranın işıq, görüntü, rəngləri necə göstərdiyini əks etdirir. Növbəti keyfiyyət monitorun seyrəklik qabiliyyətidir. Dots per inch. Yəni, bir düymə düşən nöqtələrin sayıdır. Nə qədər ki, nöqtələrin sayı çox olar, o qədər görüntünün keyfiyyəti yüksək olar. Sonra kadrların əks olunma tezliyi. Buna deyirlər frame per second, FPS. Yəni, bir saniyədə ekrandan keçən kadrların sayıdır. Nə qədər çox kadr keçərsə, bir o qədər yüksək göstəricisidir. Hansı ki, bilirsiniz, oyun həvəskarları bilirlər. Yüksək PFS-li, yəni yüksək kadrların əks olunma tezliyi telefonlar alırlar ki, oyunlarda daha yüksək performans sərgiləyə bilsinlər. Müşahidə bucağı nədir? Müşahidə bucağı fikrimizdə təzə monitorlar biraz oval formada olur. Bu, görüntünün maksimal dərəcədə görünməsini təmin etmək üçün monitorun görünüş bucağının maksimum əyilməsi mənasına gəlir. Ekranın müdafiə dərəcəsi isə ekranın həm fiziki zədələrdən qorunması, yaxud toza, suya və elə bütöv zərbələrə qarşı davamlılığı deməkdir. Bu müdafiə dərəcəsi IP standartları ilə müəyyən olunur. Mən oralara çox girmək istəmirəm, lazım deyil. Yalnız sizə lazım olan odur ki, ekranın müdafiə dərəcəsi də monitorun keyfiyyət göstəricilərindən biridir. Bu da kiminsə səsi açıqdır. Davam edirik. Davam edirik növbəti səhifə ilə monitorun növləri. İndi mən sizin üçün biraz məlumat verəcəm, amma çox dərin məlumat lazım deyil. Sadəcə monitorların növlərini bilsəz kifayətdir. Monitorların birinci növü CRT-dir. Buna elektron şüa borlu monitor deyə bilərsiniz. Burada görüntü, arxa planda 3 rəngin formalaşması var. RGB, yəni qırmızı, yaşıl və göy. İşıq şüaları həmin o spektrdə yayılırdı və görüntü ortalığa çıxırdı. Bu gün istifadə olunmamasının səbəbi bilirsiniz, görüntünün keyfiyyətinin aşağı olmasıdır. LCD monitorlar var, maya kristallı, plazma və LED monitorlar var ki, bilirsiniz, bugünkü gündə AMOLED, QLED, OLED kimi cürbəcür növləri də mövcud. Və sonuncu qurğumuz, dostlar, klaviatura. Klaviatura daxil etmə qurğusudur. Bu heç kəs üçün sir deyil. Çünki klaviatura həm simvol tipli verilənlərin, həm əmrlərin daxil edilməsi və ümumilikdə kompüterin işini idarə edilməsi üçün nəzərdə tutulmuş bir daxil etmə, yəni giriş qurğusudur. Klaviatura 5 bölməyə bölünür. Hərf düymələri qırmızı rənglə fərqləndirilib, yəni sərhədlər var. 2. Yaşıl rənglə fərqləndirilib rəqəm düymələri. Funksional düymələr mavi rənglə fərqləndirilib, sarı ilə kursoru idarə edən düymələrdir. Və əlavə Enter, Shift, Ctrl, Alt kimi işarələnməyənlər var ki, onlar da xüsusi düymələr sayılır. Windows mühitində istifadə edilən klaviaturada 104 və yaxud 105 düymədən istifadə olunur və qoşulduğu portlar da bayaqda dedik, PS2, USB və COM portlarıdır. İndi çox vaxtı qəbulda klaviaturanın içindən düymələrdən sual düşür. Demək olar ki, biz bitirmişik. 33-cü slaydda, 36-da bitirməliyik. 3-4 slaydımız qalıb. Bəzi şeyləri sizə əyanı göstərəcəm.
Deməli, funksional düymələr F1-dən F12-yə qədər olan düymələrdir. Hansı ki, bu düymələrdən bizə 6 dənəsi lazımdır testlərdə düşür. F1 düyməsi help üçündür. Yəni olduğun yerdən asılı olaraq F1 sənə kömək pəncərəsini aça bilər. Word-dəsənsə Word-ə aid, Excel-dəsənsə ona aid və s. F2 düyməsi rename-dir, obyektin adını dəyişmək üçün nəzərdə tutulmuşdur. Həm şəklin, yəni faylın, həm də qovluğun adının üstünə gəlirsən, F2 düyməsini sıxırsan, adı dəyişə bilirsən. F3 axtarış üçündür. F4 alt düyməsi ilə birlikdə basılarsa pəncərəni bağlayır. F5 yeniləmə, F12 isə bu yaradılmış faylı başqa adla, başqa yerdə, başqa tipdə yadda saxlamaq üçündür. Ofisləri bilənlər bilir. Buna deyirlər save as. Orada danışacağıq o barədə. Fərqli yadda saxla deməkdir. Növbəti düymələrimiz kursoru idarə edən düymələrdir. Kursor nədir? Kursor hal-hazırda ekranda gördüyünüz oxdur. Ofislərdə, əsasən də Word-də isə nədir? Ekranda yanıb sönən xəttə deyilir. İndi mən həmin düymələri sizə əyani şəkildə göstərəcəm ki, hansı düymələrdir və nə kimi funksiyalar var. Baxın, düymələrin yerlərini işarələmişəm və onları ayrıca da göstərmişəm. Gəlin onları işlədək. Bu pəncərəni bağlayaq, o birisi pəncərə qalsın. Ekrana bir dənə ekran klaviaturası gətirək, on-screen keyboard və işlədək həmin düymələri. Baxın, deməli, bu düymədir, bu yuxarı düyməsi. Bir sətr yuxarı kursoru aparır, bir sətr aşağı, bir simvol sola, bir simvol sağa. Home düyməsi kursoru sətrin əvvəlinə aparır, end düyməsi kursoru sətrin sonuna aparır. İndi diqqətli olun, page up-la page down-da. Ən çox tələbələr burada çaşır. Page up sənədi bir ekran ölçüsü yuxarı aparır. Bu bir səhifə yuxarı demək deyil. Bax, fikir ver, mən dayanmışam, səhifənin axırındayım. Bu səhifənin sonudur. Əgər sənin kimi mən də düşünsəydim ki, tərcüməyə əsaslanım və page up məni bir səhifə yuxarı aparar, görərəm ki, yox, belə deyil. Məni bir ekran yuxarı qaldırır. Yəni bir ekran deməkdir, yəni oxuduğum qədər yuxarı qaldırır. Aydındır? Page up budur. Bir ekran ölçüsü yuxarı, page down-da bir ekran ölçüsü aşağı kursoru salır. Bu gördüyünüz 8 dənə düymə idi. Testlərdə sual düşərsə bunları istifadə eləyin. Növbəti düymələrimiz burada escape düyməsinin adını çəkmək olar. Escape düyməsi, ümumiyyətlə escape sözü ingiliscəsində qaçıb canını qurtarmaq, xilas olmaq mənasına gəlir. Ofislərdə və eyni zamanda pəncərələrdə, Windows pəncərələrində hər hansı bir əməliyyatı ləğv etmək, onun yerinə yetirilməsini dayandırmaq, məsəl üçün PowerPoint escape düyməsi nümayişi dayandırmaq üçündür və proqramdan çıxmaq üçün istifadə olunur digər yerlərdə. Növbəti tab düyməsidir. Tab düyməsi abzasın birinci sətrinə, burada dayanmışam, indi tab düyməsini sıxdım. Abzasın birinci sətrinə boşluq əlavə etmək üçündür. Bir növ biz deyirik abzas qoymaq üçündür, o düzgün ifadə deyil. Çünki abzası enter düyməsinə yaradırıq. Tab düyməsi mətn redaktorunda kursorun yerini bir neçə mövqe dəyişmək üçündür. Sonra bizə gəlir caps lock düyməsi. Yerində bilirsiniz, caps lock kiçik hərflə yazarıqsa böyük hərfə keçmək, böyük hərflə yazarıqsa kiçik hərfə keçmək. Yəni bir növ registri dəyişmək üçündür. Yaxud baş hərflər rejiminə keçid üçündür. Sonra backspace düyməsi var, bir də delete düyməsi var. Yenə də mən istəyirəm qayıdım öz sənədimizə. Baxın, kursoru qoyuruq harda gördüyünüz kimi və backspace düyməsi kursordan sola bir simvol silir, delete kursordan sağa bir simvol silir. Bu da spacebar düyməsidir, probeldir. Yəni söz arası boşluq yaxud boş yer daxil etmək üçün. Bu da həmin düymələri qeyd etmişəm. Növbəti və sonuncu səhifəmizlə bitiririk. Burada enter düyməsi var. Əlbəttə enterin əlavə izaha ehtiyacı yoxdur. Enter aktiv bu düyməni sıxmaqla hər hansı bir nəyisə təsdiqləyə bilərik. OK mənasında, yaxud qovluğu seçib OK düyməsini vurub mouse'un sol düyməsinin əvəzinə obyekti aça bilərik, yaxud qovluğu o mənada. Ofislərdə isə enter düyməsi yeni abzas yaratmaq üçündür. Yəni yeni abzas yaratmaq budur dostlar. Verin, ofislərdə sizə lazım olacaq. Bax bu gördüyünüz böyük bir mətn fraqmentidir gördüyünüz kimi. Bu bir abzasdır, düzdür? Biz abzasın ortasında və yaxud hər hansı bir yerində dayanıb enter düyməsini sıxarıq və nə baş verər? Və yeni bir abzas yaranar. Verin, kursoru qoydum və enter düyməsini sıxıram. Yeni bir abzas yaranar. Davam edirik. Print screen düyməsi bu tam ekran görüntüsünü almaq üçündür. Hal-hazırda mən print screen düyməsini sıxıram və
İstəsəm Paint-in içərisində yaxud da Windows-dan V düyməsini sıxaram, mübadilə buferi açılar. Orada bizə göstərər ki, həqiqətən də sən demə biz ekran görüntüsünü almışıq. İstəsək, həmin o ekran görüntüsünü çap eləmək, Shift Print Screen düyməsindən istifadə edə bilərik. Növbəti Numlock düyməsidir. Rəqəm klaviaturasını aktivləşdirib passivləşdirmək üçündür və Insert düyməsi. Insert düyməsi çox önəmlidir və qəbullarda dəfələrlə istifadə olunub. Seçilmiş mövqedən etibarən simvolu əvəz etmə, daxil etmə funksiyasını icra edir. Nə demək istəyirlər burada? Tutaq ki, biz bir ad yazırıq bura, misal üçün də. Cavid yazmaq yerinə götürüb yazırıq Cahid. Cavid yazmaq istəyirik də. İndi biz bu h-nı necə v eləyə bilərik? Hər bir halda ağlımıza gəlir ki, bu h-nı silək, v eləyək. Düzdür? Lakin mən insert düyməsini sıxmaqla overtype, yəni zamena, yəni Azərbaycan dilində əvəzləmə rejimini aktivləşdirirəm. İndi mən klaviaturadan hansı hərfi sıxaramsa, kursordan sonraki hərf həmin hərflə əvəzlənər. Bax ki, v-nı sıxıram, h çevrilir v-ya. İndi mən e hərfini sıxsam nə olacaq? İ hərfi e-yə çevriləcək. Aydındır. İndi yenə də bu vəziyyətdən çıxmaq üçün ya insert düyməsini sıxmalı, yaxud da overtype rejimini passivləşdirməliyik. Deməli, insert düyməsinin təyinatı nədir? Kursordan sonra yeni daxil ediləcək fraqment köhnə fraqmenti əvəzləməlidir. Əvəzləyirsə, deməli, bu insert düyməsinin aktiv olması deməkdir. Sonra Shift-dir, Alt-dir, Control-dur, bu düymələrin şəxsi bir funksiyası yoxdur. Öyrənəcəyik zaman-zaman onların başqa bir funksiyaları var, ayrı-ayrı kombinasiyalarla. Və salam dostlar. Bu da bizim birinci dərsin sonu idi. İndi mən burada videonu dayandıracağam. Əgər sualınız olarsa mənə verərsiniz. Növbəti videoda inşallah davamından danışacağıq.